qadın və 2 kişinin evdə törətdikləri ağla sığmaz əməlin detalları, gözlənilən hökm. Vətəndaşa qarşı quldurluq eləməkdə təqsirləndirilən Məmixan Məmmədov, Sadiq Əzizov və Sultanə Həsrətovaya hökm oxunub. Məmixan Məmmədov və Sadiq Əzizov 8 il 6 ay, Sultanə Həsrətova 8 il müddətinə azadlıqdan məhrum ediliblər. İttihama görə Məmixan Məmmədov tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Sadiq Əzizov və qeyri-rəsmi ər-arvad münasibətində birlikdə yaşadığı Sultanə Həsrətova ilə əlbir olaraq cinayət əlaqəsini giriblər. Məqsəd Sultanə Həsrətovanın müxtəlif vətəndaşlarla sosial şəbəkə vasitəsilə tanış olub, yaşadıkları evə dəvət eləmək, Məmixan Məmmədov və Sadiq Əzizovun sonradan evə daxil olaraq həmin şəxslərin əmlaklarını quldurluq yolu ilə ələ keçirib, öz aralarında bölmək olub. Ötən il fevralın 10-da Məmixan Məmmədov və Sadiq Əzizov Instagram sosial şəbəkəsində özlərini Fatimə adı ilə təqdim eləyərək Vüsal Zeynalov adlı şəxslə tanış olublar. Onlar Vüsalı sevgililər günü, yəni fevralın 14-də kirayə yaşadıkları Bakı şəhəri Xətai rayonu Aşıq Qurban küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinə dəvət ediblər. Sultanə Həsrətova Vüsal Zeynalovu qarşılayaraq həmin evə gətirdikdən sonra Məmixan Məmmədov və Sadiq Əzizov otağa daxil olublar. Məmixan Məmmədov özünü Sultanə Həsrətovanın əri kimi təqdim eləyərək güya qısqanclıq zəminində Vüsal Zeynalovun Sultanə Həsrətova ilə mesajlaşmasını bəhanə gətirməklə ona yumruq, təpik zərbələri ilə vuraraq xəsarətlər yetirib. Daha sonra Məmixan və Sadiq zərər çəkmişin qol saatını, eyni zamanda bank kartından 999, digər kart hesabındansa 196 manatı öz hesablarını göndərərək zərər çəkmişə ümumilikdə 1455 manat məbləğində ziyan vurublar.